qeyri-müsəlman həkimin yanına gedib müalicə almaq olarmı? Yəni, həkimdir, lakin müsəlman deyil. Yəni, müalicəni o aparır. Belə birisinin yanına gedib müalicə almaq olarmı? Və ya indi yəni əməliyyat elətdirirlər və s. Yəni, həkimin sənin odur. Yəni, səni elə bir ki, müalicə edən həkim müsəlman deyil. Onun yanına gedib tədavi etdirmək olarmı? Müalicə almaq olarmı? Və görürsən, bunu qardaşlar yəni, daim soruşur. Cavab odur ki, bu barədə iki məşhur görüş var. Birinci görüş odur ki, kafir həkimin yanına gedib tədavi etdirmək, yəni müalicə almaq icazəlidir və heç bir kərahiyyəti, yəni məkruhiyyəti yoxdur. Yəni icazəlidir. Bu birinci görüş sahibləridir. Bunu deyənlərdən bəzi hənəflər, malikilər, şafirlər və həmçinin Şeyxülislam İbn Teymiyyə Rahimehullah bu görüşü daha tərcih edib, daha üstün sayıb. İkinci görüş odur ki, heç bir zərurət olmadan kafir həkimin yanına gedib tədavi etdirmək məkruhdur, bəyənilmir. Bunu deyənlərdən bəzi hənəflər olub, bəzi malikilər və həmçinin bəzi həmbəllər. Allahu aləm daha racih, üstün olan görüş birinci görüşdür. Necə ki, birinci görüşü Şeyxülislam İbn Teymiyyə daha üstün sayıb. İxlasla.com saytı tərəfindən təqdim olundu.